Hazırlayırlar şəhidlərin videosu və buludun üstündə yerdən qalxdı, oradan gəldi. Nə var nə orada videosu 100.000 izlənmə alacaq deyə hər şey eləyirlər. Bir sahə öyrənmisiniz və elə bilirsiniz ki, bu davamlı olacaq. Süni intellekt hamını sıfırlaşdırdı. Bu dəqiqə hamı sıfırdan başlayır. Süni intellekt verdiyin sual qədər ağıllıdır. Mən şəkil və videonu yaratmağı öyrədənə qədər ən az 6 dərslik mənim dərs keçirəm. 6 dərs. Əslində AI düzgün istifadə edəndə limitləri və elə kənara çıxırsan ki, sonra görürsən ki, əslində özünü limitdən elə ciddən də özünü yumuşsan. Sənin beynin yoxsa çox yaxşı işləyə bilər. Sən düzəldirsən ki, Cristiano Ronaldo sən kafendə oturub çay içir. Bu da etik deyil. 10 yaşında uşaq sən süni intellekt daha tez başa salarsan ki, nəinki 50 yaşında. Dünyanın top 10 ən böyük şirkətinə baxsan, dünyanın gələcəyini təqrib eləyə bilərsən. İkisini də bir radioda dəvət ediblər. Deyir, AI musiqi yaradır, real insanın yerini verə bilməz. Deyirəm o baxır real insana. Biz onlara deməyə çalışırıq ki, siz süni intellekti öyrənsəz, bu Azərbaycanın kinosu da inkişaf eləyər, animasiyası da inkişaf eləyər. Bizdə də problem hal-hazırda budur ki, insanlar biraz elə ciddiyə almırlar. Süni intellekt bir trend kimi düşünürlər. Deyirlər bəlkə keçib gedəcək. Əvvəllər müəyyən şeylər eləmək üçün texnik bilgiyə sahib olmalı idim müəyyən qədər. Amma generativ və artıq texniki bir kənara qoydu. Fikrin varsa eləyə bilərsən. Salam dostlar, siz podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün mənim çox maraqlı və aktual mövzular üzrə maraqlı qonağım var. Qonağım Ümid Salaydır, süni intellektlə məzmun yaradıcısı və məzmun yaratmaq üzrə həm də müəllim, təlimçi. Düz dedim Ümid? Bəli, düz dedi. Bu yaxınlarda noyabrın 15-i, 16-sı Bakıda, Salam Sinemada, Qafqazda ilk dəfə süni intellektlə hazırlanmış filmlərin iştirak etdiyi bir festival keçirdik. Sənin o festivalda həm master klassın oldu, həm orada panel müzakirəsi oldu, orada danışdın. Bütün bunlara gedişatda toxunarıq. Amma mən ilk olaraq istəyirəm ki, sən özün haqqında biraz məlumat verəsən bizi izləyib dinləyənlərə. Sən süni intellektlə məzmun yaratma mövzusuna gələnə qədər nə işlə məşğul olmusan? Daha dərinə getsək, əslində mən tarix bitirmişəm. Mən normalda tarixçiyəm. Türkiyədə oxumuşam universiteti. Amma süni intellektdən əvvəldə orta hesabla 5-6 il yaxın marketinq sahəsində çalışmışam. Amma əsasən orada da elə məzmun yaradıcısı olaraq ideya tərəfində daha çox. Sonra yavaş-yavaş süni intellektə keçid eləməyə başladıq. Sonra gördüm ki, artıq süni intellektin birbaşa içindəyəm. O da bir 2 illik prosesdir demək olar ki, 2 il yaxın tam süni intellektlə məşğul oluram. 1 ildən də artıq da sırf bu sahə üzrə çalışıram, yəni ekstra bir iş görmədən. Nə vaxt sən qərar verdin ki, nə baş verdi, nəyi müşahidə edin, nəyi gördün ki, dedin ki, yox, sırf bu işlə məşğul olmalıyam? Əslində belə deyim, mən elə bir fikirlə başlamamışdım. Yəni normal bir marketinqdə çalışan bir content menecer olaraq işləyirdim. İşlərimizi hazırlayırdıq, content planları çıxardırdıq, ideyaları hazırlayırdıq. Yavaş-yavaş süni intellektlə işləməyə başladım. 1, 2, 3 özüm də bilmədən işlədim. Deyirdim ki, get-gedə işləməyim çoxalır və get-gedə ondan daha yaxşı anlaşmağa başlayıram. Və əvvəl çox-çox çətinliklə gördüyüm işləri çox rahat görməyə başlayıram. Məsələn, mən böyük problemini yaşayırdım ki, mən işə girəndə mən Türkiyədən gəlmişdim. Mənim Azərbaycan dilində yazmağım o qədər yaxşı deyildi. Rəsmi danışa bilirəm çox rahat. Ya qrammatikada həmişə səhv yol verdim, türk dilindən qatışdırırdım. Bir dəfə nəsə oldu, bizim copywriter yox idi. Bizim elə bütün korporativ mailləri mən yazmaq məcburiyyətində qaldım. Mən də korporativ mail həyatımda yazmamışam, rəsmi şirkətdə işləməmişəm heç vaxt elə. Gəlib bu işlər mənə əlim ayağım dolaşıb, bunu necə eləyəcəm də? Gedəcək bu, məsələn, 40-dən 50 dənə ölkənin ən böyük şirkətlərinə işin də qəribə tərəfi də bir problemlə əlaqəli yazmalıyam. Qiymətlər qalxır, qiymətlərlə əlaqəli onlara məlumat verirəm. Müsbət bir şey də deyil ki, yaza bilim. Mənfi şey daha sıxıntılıdır. Mən də elə həm var süni intellekti bir dəfə, 2 dəfə yoxladım, gördüm çox ideal verdim. Ondan sonra nə verdilər, dedim, ha, mən eləyə bilərəm, mən. Gördüm artıq süni intellektin içindəyim. Bu ilin əvvəlinə qədər də mən əvvəl bu Apar şirkətində işləyirdim, ən son oradaydım, VeloSharing şirkətində. Orada artıq süni intellektlə işləyirdim, yəni mən özüm təlimdə keçirdim, özüm də işləyirdim. Amma gördüm ki, orada iş prosesinə çox süni intellekti əlavə eləyə bilmirəm. Ondan bir vakansiya gördüm, elə ölkədə ilk vakansiyadır süni intellekt mütəxəssisi, yəni generativ üzrə. Getdim oraya müraciət elədim, orayla danışdıq, uyğun oldu. O tərəfdən də sağollaşdım ki, mən bu sahə üzrə irəliləmək istəyirəm. Onlar da dəstəklədilər sağ olsunlar. Həmişə də dəstəkləyiblər. Demək olar ki, elə bu ildən 1 ilə yaxındır ki, sırf o sahə üzrə çalışıram. Ekstra heç bir sahəyə artıq uzaqlaşmışam. Onlarla çox rahatam. Tam odağım süni intellekt üzərindədir. Bu bizi müxtəlif yaş kateqoriyaları izləyir, amma daha çox izləyən 25 üzəri olan şəxslərdir, 35, 45.
Ona görə mən istəyirəm ki, sən biraz məlumat verəsən. Məlumatsız olan şəxslər üçün də ki, generativ AI deyəndə, yəni generativ süni intellekt deyəndə nə nəzərdə tutulur? Əslində generativ AI deyəndə ən təməl, ən sadə dili ilə deyim ki, biz yazaraq bir şey eləyə biliriksə, bu generativ AI-dir. Şəkil hazırlamaq, kod yazmaq, video, musiqi, səsləndirmə. Bunların hamısı bizim generativ AI ilə həyatımıza daxil olmuş bir şeydir ki, orta hesabla bu da çox uzun bir tarix deyil. 2022-dən etibarən həyatımızda var. Yəni noyabrın 30-u 3 yaşı tamam olur bu süni intellekt tarixinin. Generativ AI-nin insanlara əl çatanlığı. Bu da ChatGPT-nin ilk dəfə insanlara istifadəyə açılması ilə bir yerdə yayılmağa başladı. Çünki bizdə generativ AI həmişə mən niyə vurğuluram, sadəcə AI demirəm. İnsanlar orada biraz yanlış anlayırlar. Çünki AI-nin tarixi, yəni süni intellektin ümumi tarixi 1950-ci illərə gedir, çıxır. İlk chatbot modelləri 1960-cı illərə çıxır. Yəni ümumi süni intellekt üzrə danışa bilmirik, çünki onun təməlində bu dediyimiz machine learning, deep learning var ki, biz generativ AI onlardan tamamilə ayrı. Ən son süni intellektin qoludur hal-hazırda istifadə elədiyimiz və mükəmməl tərəfi də mənə görə odur ki, əvvəllər müəyyən şeylər eləmək üçün texnik bilgiyə sahib olmalıydım müəyyən qədər. Amma generativ AI artıq texniki bir kənara qoydu. Fikrin varsa eləyə bilərsən. Video yaratmaq istəyirsən, ideyanın yaxşı olduğunu düşünürsən, elə. Amma bunun üçün əvvəl onsuz da eləmək mümkün deyildi. Komandayıq. Yəni sizə kimi düşünək də bir balaca bir yer üçün bir reklam ideyavız var, amma bunu onsuz da siz gəlib desəniz, sizə o büdcə ayrılmayacaqdı. Amma siz indi oturub o videonu eləyib başqalarının birbaşa qabağına qoya bilirsiniz ki, mən belə bir video hazırlamışam. Bundan daha yaxşısını da hazırlaya bilərəm. İndi büdcə ayıra bilərsiniz. Əslində yəni mən deyərdim ki, məni limitsiz eləyən şeylərdən biri oldu ki, AI-ın həyatıma daxil olması. Çünki eyni işləri mən 3 il əvvəl də gördüm, 2 il əvvəl də, indi də görürəm. Fərqi mən əvvəlimə baxanda mən elə bilirəm ki, əvvəl mağarada zad da yaşayırmışam. Yəni necə mən elə yavaş iş görmüşəm, necə bir sadə işi mən 2 gündə həll eləyirmişəm. Ondan çox qəribə gəlir hal-hazırda mənə. Aha. Dostlar, bilməyənlər üçün qeyd edeyim ki, biz AI sözü istifadə edəndə burada süni intellekt nəzərdə tutulur. Yəni ingiliscəsində qısaldılması artificial intelligence deyilir. Bizim dildə SI yazılır, süni intellekt. Biz hələ podkastda başlamamışdan qabaq başladıq danışmağa. Artıq bu nədə istifadə etmək olar? Mən gördüm ki, artıq kadr arxasında danışacağıq. Ona dedim tez rek verək və başlayaq danışmağa. Ayaz film festivalı keçirildi bu süni intellektlə bağlı və orada sən master klass keçdin və master klass sən deyim ki, mən düşüncəmə görə bir çox adamın həyatı dəyişdi. Mənə elə gəlir. Bəlkə də məndə o cür təəssürat yarandı, mənə o cür təsir etdi, bəlkə də kiminsinsə əhəmiyyətsiz oldu, amma mən orada nəyi müşahidə elədim? Məsələn, var ChatGPT, insanlar daha çox ChatGPT-ni tanıyırdı, amma ChatGPT-dən savayı çoxlu süni intellektlə işləyən və müxtəlif məzmunlar yaradan, müxtəlif işlərə xidmət edən süni intellekt platformaları var. Sən orada yanılmıramsa təqdimatda 8 ya 10-a yaxın müxtəlif platformanın adını qeyd etmişdin, hərəsi haqqında məlumat verdin, hətta bir test olaraq məzmun da hazırlandı. Bax bu nəyə görə belədir? Problem səncə nədədir ki, belə bir vahid platforma yoxdur, deyək ki, sən ora yazasan promptu, yazını, tapşırığı, o sənin istədiyi versin. Əsas problem mən deyərdim ki, bizim dediyimiz multimodal sistem, siz dediyiniz kimi hər şeyi bir platformanın içində eləyə bilməmə. Əslində ondan əlaqəli hal-hazırda çox ciddi bir problem qalmır. Çünki Gemini'nin yeni modeli çıxdı, 3-cü modeli. Yəni məni ciddi mənada ilk dəfədir ki, bir Google məhsulu məni bu qədər həyəcanlandırır. İlk dəfədir ki, Gemini'nin süni intellekt yarışında olduğunu hiss eləyirəm. 2 gündür, 3 gündür içindən ciddi mənada çıxa bilmirəm. Gemini'nin içindən çıxa bilmirdim. Dünəndən etibarən də nanobanan həyatımıza daxil oldu. Nanobanana daha dəli bir şey. Düzdür, çox hələ test eləyənməmişəm. Dünən gecə çıxıbdı. 1-2 saat yoxladım. Əvvəllər biz deyildik şəkilləri realdan ayırmaq olmur. Amma dünəndən etibarən heç ayırmaq olmur. Elə şəkilləri yaradır ki, yəni bunu əvvəl biz deyildik ki, okey, gənclər seçə bilir müəyyən qədər. Amma indi gənci, yəni işin içində olan mən belə seçə bilmirəmsə, inanmıram ki, kimsə seçə bilər. Bir də sosial mediada gördüyümüz hər şəkli o qədər analiz eləmir. Yəni baxdıq, bəyəndik, keçdik. Əlavə olaraq bu dediyimiz bütün hər şey bir platformanın içində toplanmağı, əslində elə bir platformaları var. Necə məsələn, XY kimi platformaları var ya da FreePic kimi. Bütün süni intellektlərin hamısını onun içinə yığır. Yəni siz bir dənə platforma arsınız, içindən hamısını istifadə edirsiniz. Məsələn, video üçün, VO, Kling, şəkil üçün, bu hamısını istifadə edə bilirsiniz. Bu arada X5-də də mən kreativ partnerliyi aldım. Çox təbrik edirəm. Təşəkkürlər. Mən o şirkətin o qədər böyük olduğunu bilmirdim. Sonra öyrəndim ki, Qazaxıstandan ilk unicorn oldu, 1 milyard dəyərləndirmə. Bu yaxınlarda özdə oldu da. Yəni şirkətin populyarlığı maksimum 2-3 aylıqdır, yəni belə deyim sizə.
Amma hal-hazırda dünyanın ən böyük şirkətlərindən biri də AI tərəfindən deyərdim. Yəni orada girib istifadə edə bilərsiniz. Amma burada belə bir problem var ki, onların heç biri demək olar ki, %99-u X-Variantın öz modelləri deyil. Yəni biz öyrəşmişik. ChatGPT məsələn şəkli də hazırlayır, o da öz modelidir, yazı da özüdür, video da özüdür. Amma hal-hazırda Gemini-də də məsələn o var. Şəkli də var, videosu var, şəkil editi də var, yazısı da var. Amma şəkli düzəldəndə belə orada artıq problemlərlə qarşılaşırıq biz. Okay, şəkli düzəldir, hansı stildə? Məsələn, realist şəkli düzəldə bilir, amma art bir şəkil istəyirsiniz, düzəldə bilmir. Onu da mən əvvəl çox sorğuluyurdum niyə? Sonra əslində adam belə məntiqlə baxanda başa düşə bilir ki, hər süni intellekt modelinin öyrənməsi üçün müəyyən qədər məlumat lazımdır ki, o məlumat üzərinə öyrənir. Deməli, bu modeli onlar daha çox realist şəkillər üzərinə öyrədiblər və bu platforma ancaq realist şəkil düzəldə bilir. Məsələn, art şəkil istəyirsə, Midjourney-dən başqasını istifadə edə bilmirik. Çünki Midjourney-də məsələn realist şəkil düzəldə bilmir. Bunun kimi məcbur hal-hazırda 3-4 platforma ilə biz paralel işləmək məcburiyyətindəyik. Videoda da eyni qayda, məsələn, biri çox yaxşıdır, amma kamera hərəkətləri çox sürətlidir. Məcbur başqasını istifadə edirik. Və ya hamımızın istifadə etdiyi VO platformasında uşaq videosu hazırlaya bilmirik. Yazıdan hazırlama olur, yəni şəkli amma hərəkətləndirmək mümkün deyil. Bundan hal-hazırdakı vəziyyətdə paralel işlədirik. Yəni məncə bu uzun müddətdə belə olacaqdır. Çünki birinə gətirmə çətin məsələdir deyə düşünürəm. Təzədən onun yenidən eğitilməsi, öyrədilməsi lazımdır ki, bütün stillərdə çox yaxşı düzəldə bilsin. Yəni səncə belə ola bilməzdi ki, deyək ki, Google kimi bir korporasiya götürə onların bir 5-in 10-unu ala və öz daxilində onları işlətməyə davam edir. Əslində bəlkə əvvəl ola bilərdi, amma hal-hazırdakı vəziyyətdə dəyərləndirmələri elədir ki, Google onları rahat-rahat ala bilməz mən deyə düşünürəm. Çünki hal-hazırda hamısı öz sahəsində dünyanın liderləridir. Yəni Midjourney qapalı səhmdarda olan bir şirkətdir. Şirkətin sahibi də CEO-su belə deyə, yaradıcı sahədən olan biridir. Özü də deyib ki, mən Midjourney yaratdığımız şəkillər başqa platformaların şəkillərinə oxşamayacaq. Bu tamamilə fərqli olacaqdır. Dediyi kimi də bütün şəkillər tamamilə fərqli olur, bir-birindən əlaqəsizdir. Yəni Google-un ala biləcəyini sözünü açıq-aydın düşünmürəm. Çünki qiymətlər əməlli başlı yüksəlməyə başlayıbdır. Şirkətlər çox dəyərlənibdir. Artıq gecikib. Yəni belə deyək də, ChatGPT-nin hal-hazırdakı, OpenAI-nin hal-hazırdakı dəyərləndirməsi 500 milyard dollara yaxın bir şeydir. Yəni elə Google-un özünə bərabər bir şeydir. Yəni Google istəsə də ala bilməz, o ayrı məsələ. Yəni başqa platforma hamısının dəyərləndirmələrinə baxırsan ki, yəni yazı üzərinə hamısı 100 milyard dollar şeyini keçibdir. Yəni 1-2 ilə biz trilyonları onlar da çox rahat görəcəyik. Səncə bu generativ AI ilə AI-nin inkişaf eləməsi bu formada iş yerlərinə nə cür təsir eləyəcək? Belə deyim, ayaq uyduranlara müsbət, ayaq uydurmayanlara mənfi. Yəni bu 100% belədir. Yəni ənənəvi dediyimiz kimi süni intellektlə işləməyi bacaranlar, işləməyi bacarmayanları əvəz edəcək. Çünki hal-hazırda süni intellektin bizi əvəz eləməyi deyə bir şey yoxdur. Yəni mümkünsüzdür hal-hazırda necə bizi əvəz edə bilər də, mənim işimi necə görə bilər ki? Amma ondan işləyə bilən adam mənim işimi, məndən bir yerdə bir neçə dəfənin işini eyni anda görə bilir. Bizdə də problem hal-hazırda budur ki, insanlar biraz hələ ciddiyə almırlar. Süni intellekt bir trend kimi düşünürlər. Deyirlər bəlkə keçib gedəcək. İnsanlar bir tərəfdən də başa düşə bilirəm ki, belə deyim də sizə. Çünki insan deyir ki, mən həyatım boyu bir sahəni öyrənmişəm, 10 ildir də işləyirəm və bəs də mən yeni bir sahə yeni öyrənməliyəm ki, rəqabətdə qala bilim. İnsanların haqlı yerə təlaş daha çoxdur, amma bu elə bir şeydir ki, rəqabətə daxil ola bilməyən konkret uzaqlaşacaq söhbətdən, işsizdə qala bilər ya da daha yaxşı maaşları qazana biləcəyini düşündüyü halda daha az maaşdan işləməyə məcbur olacaqdır. Bax, məni ən çox təəccübləndirən sinema adamlarının hələ bunu elə də ya dərk etməmələri, ya bunu görməmələri məsələsidir. Çünki biz festivalda olan bəzi işləri gördük və əvvəl məsəl üçün biz düşünürdük ki, hissi ötürə bilməz və s. bunun kimi fikirlər. Yeganə hələ ki mənim üçün daha belə deyim də qəbul edilən sinema adamlarından Türkan Hüseynin fikri oldu o baxımdan ki, o sənədli sinemanın nümunə gətirdi ki, sənədli sinemada deyək ki, bədii filmdə sən quruluş verirsən və süni intellekt inkişaf etdikcə bədii quruluşda istənilən səhnəni əldə edə bilərsən. Düzdür, eyni qayda ilə sən bir hekayəni düşünüb sənədli filmə də onu çevirə bilərsən, amma istər-istəməz bu qurğudur da. Sənədli filmin özəlliyi ondadır ki, bu real bir şeyi çəkib real formada göstərirsən. Amma sinema sektoru məncə hələ bizim sinemada olan xüsusilə insanlar, xüsusilə professional sinema ilə məşğul olan adamlar hələ onu tam dərk etmirlər. Onun əksinə
gənclər, o şəxslər ki, hətta sinemada təhsilləri yoxdur, onlar sanki daha irəlidədirlər. Mənə elə gəlir ki, bu hətta 5 ildə yox, çünki nəyə görə 5 il deyirəm, Rəvan Muradov festivalda bu Bu arada onun da yəni sinema üzərinə təsiri yoxdur. Mənim də yoxdur. Bizdə orada olanların heç birinin sinema üzərinə təsiri yoxdur. Məsələn, təəccüblü tərəfi odur da, Rəvan ən azından animasiya yaradıb, yəni müəyyən qədər bu məsələnin içində olub. Onun tarixçəsi var onunla bağlı, amma sinema təhsili olan şəxslərin festivalda ən azından yerli nominasiyada olmaması mən xatırlamıram. Sinemada işləyənlər var idi. Var idi, amma o qədər deyil də, daha çox işləməyənlər idi. Sinema təhsili olmayan şəxslər idi. Bu məni biraz qorxudur açığı və məncə 2 il sonra artıq sinema təhsili olmayan şəxslər burada ön planda olanda professional sinemaçılar artıq narahat olmağa başlayacaqlar. Amma burada belə bir şey var ki, o professional sinemaçıların günahıdır. Mən onu əslində biz orada da dedik. Yəni onlara deməyim, ümumi insanlarda çətinliklə başa salmağa çalışdığımız bir şey odur ki, mən video düzəldə bilərəm. Mən qısa film də düzəldə bilərəm. Amma mən bir rejissor kimi qısa film düzəldə bilmərəm. Bunun rejissor fərqində deyil. Biz onlara deməyə çalışırıq ki, siz süni intellekti öyrənsəz, bu Azərbaycanın kinosu da inkişaf eləyər. Animasiyası da inkişaf eləyər. Çünki heç kim mənə deməsin ki, inkişaf eləyibdi. İnkişaf eləyəndə son illərdə əllə tutulur bir neçə işi qoysaq qırağa, heç nə yoxdur. Hələ onu keçdim, 2000-dən bu yana heç nə yoxdur. Çox az işlər var, nadir çıxır. Amma onlar süni intellekti öyrənsələr, işlərinə sürət qatsalar, çox daha şeylər eləyə bilərlər. Çünki indi bu dəqiqə kino çəkənmirlər niyə? Büdcələri yoxdur ya da kimsə büdcə ayırmır. Sən o büdcə şeyini minimala yendir, özün çək. Bir neçəsini çəksən, sən onsuz da yetərincə dəyər görəsən. Sadəcə sinema sektoru hələ bunu ciddiyə almır. Mən onu düşünürəm. O da onların öz problemidir. Yəni 1-2 il sonra mən rejissorun yerinə olsam utanaram ki, səbəb üçün mən onunla bir yerdə oturub kino çəkmişəm, o da qalasını qoyur, mən də qoyuram ki, yəni mən onun yerinə düşünürəm ki, qəribədir ki, yəni bu adam bu sahədən deyil, gəlir çıxardı. Çünki o güvənirsə özünə ki, mənim baxış açım var. Yəni mən onun süni intellektdə baxış açısının klonunu yarada bilərəm. Düşünürsə kameraman ki, mən texnik bilgiləri bilirəm, ya operator. Mən o kamera texnik bilgilərin heç birini bilmirəm, amma mən ona uyğun videolarımı hazırlayanda bütün kamera texniklərindən necə lazımsa istifadə edə bilirəm. Fotoqraf desə ki, yox, mən kamera lensini yaxşı bilirəm onu. Mən ondan hamısını uşaqlara dəstə hazırlayıb verirəm ki, hansı çəkimdə hansı lensdən istifadə etməlisiniz. Yəni ondan hamısını eləmək olur. Bunlar texnik bilgilərdir. Yəni mən də ona demək istəyirəm ki, heç kim texnik bilgisinə bu gün güvənməsin. Yəni heç bir rejissor güvənməsin ya da nə operator ya da arxalanmasın ki, mən bunu bilirəm və mənə keçən bu sahədə 5 ildir mən elə şeylərini bilirəm ki, elə şeylər artıq texniki şeylər artıq unudulub. Onu o eləyən yaradıcılıq tərəfdir ki, amma o yaradıcılıq tərəfini AI ilə də istifadə edə bilər. Mən onu deməyə çalışıram. Sənətli film okey, sənətli filmə hələ AI var. Amma bu yerinə keçənməyəcək deməzdim, keçər. Çünki oradakı olan da aktyordur. AI-dakı da bir aktyordur yəni. Sadəcə sənətli orada aktyor deyil, axı sən real insanların bədii sənətlidirsə, sən real insanın real hadisəsini, real müşahidəsini çəkirsən. Bəzən bu illərlə vaxt aparır. Mən deyərdim ki, AI-nin əslində məqsədi müəyyən data üzərində öyrənməkdir. Yəni bu adam 50 il dərs çəkmiş birini oynayacaqsa, o 50 il dərs çəkmiş birini oynaya bilər. Yox, oynamaq yox. Burada mahiyyət fərqlidir. Onu başa düşürəm. Yəni mən insanlar olaraq da deyirəm, bilirəm. Okay, indi deyil. Amma yəni bu gələcəkdə də həm də məhsul fərqlidir. Ola bilər. Sən tamaşaçı kimi bilirsən ki, bu bədidir və o filmi izləməyə gedəndə də sən artıq bir beynivə bir nastroyka verirsən də, belə deyək ki, bədii filmə baxırsan. Sən bilirsən ki, bu bədidir. Amma sən sənədliyə gedəndə əgər bu başdan ayağa sənədlidirsə, bədii həllər orada yoxdursa, sən bilirsən ki, bu realdır. Burada heç nə qurama deyil. Dediyim kimi, yəni bu dəqiqə hal-hazırdakı vəziyyətlə qarşılaşdırırlar. Problem ondadır. Yəni mən onu deməyə çalışıram ki, biz orada master class eləyəndə mən onun girişi ilə başladım ki, ilk video neçə saniyə oldu? Hamı indi fikirləşir, bir 5 dəqiqədir, bir 3 dəqiqədir. İlk video qeydə alınan ilk video 2 saniyə. Yəni kino orada 2 saniyədən başlayıb da, o 2 saniyədən, sonra 40 saniyədən başlayıb. Yəni video desək oradan başlayıb buralara qədər gəlib çıxıb. AI hal-hazırda o dövrdən də qarşılaşdırmıram mən. Amma AI-nin bu 1 illik bir yaşı var, iməkləmə mərhələsidir. Bunlar indi öyrənsələr 2 il sonra çox mükəmməl şey yaradacaqlar. Amma AI elə bir şeydir, gün keçdikcə öyrənməsi daha da çətinləşir. Sürət çox o qədər şey çıxır ki, hansını öyrədəcəyini, hansını öyrənəcəyini bilmir. Ona görə
vaxtında ayaq uydurmaq o tərəfdən yaxşıdır ki, sürətə çatacaqlar, heç nədə geri qalmayacaqlar. Biz də bəlkə fərqli şeylər görə. Çünki mənə hərdən deyirlər biraz da gülməli gəlir. Məsələn deyirlər musiqi yaradır AI ilə. Bu aralar elə musiqilər yaradır ki, mən artıq öz playlistimi özüm yaratmağa başlamışam. Məsələn keçən də bir radioda dəvət ediblər, deyir AI musiqi yaradır, real insanın yerini verə bilməz. Deyirəm o baxır real insana. Bu bir ciddi mənada. Nə dərəcədə zövqlü keyfiyyətli. Yəni bir Rəşid Behbudov okey olanmaz. Nə bilim, dünya üzrə tanınmışlardan. Bir məsələn də Queen qrupu kimi bir mahnı olmaz. Freddie Mercury kimi bir səsi olmaz. Okey. Amma yəni bu gün olan mahnılara baxsan 99%-dən daha yaxşı mahnılar çıxardı. Yəni biz necəsə onu atırsan buna qulaq asın. Çünki onun da bir hekayəsi, bir heç nəyi yoxdur, real danışsa. Bir də burada biz bir şey qatışdırırıq. Bu kinoda da eyni şey keçərlidir. Bu AI-da da. Biz bir kinoya baxanda şəxs üçün baxırıq daha çox vaxt. Nəyə görə? Ya orada oynayan bir aktyor üçün, ya sırf rejissor dedim, yönetmeni üçün baxırıq. Ya sırf hekayəyə görə. Ya musiqisinə görə bizim yəni filmə baxma səbəbimiz sadəcə orada olan görüntü ilə əlaqəlidir. Çox şey bizi təşviq edə bilər. Mahnıda da elədir. Bir müğənni mahnı çıxardı, sırf onundur deyə mahnısını gözləyirsən ki, çıxsın dinləyəsən. Amma bilmirsən mahnı necədir. Xoşuna gələcək, gəlməyəcək sual altından. Onlarla AI-da orada qatışdırdıqları bir şey var ki, AI-da o hiss olmayacaq. Yəni bu filan şəxsindir, olmayacaq. Amma statistik olaraq belə də bir şey var ki, bir müğənni var, top ona 20-yə giribdi musiqi sıralamasında AI ilə. Və dünyada bir ilkdir və musiqi yazarı əslində bir bəstəkardır. Bir bəstəkardır, musiqilə AI ilə bəstələyir, verir və albomu çıxıbdı, klipləri var. Yəni kliplər bu arada artıq AI ilə hazırlanır, süni intellekt əsaslı. Mən Türkiyədə bir klip gördüm, Azərbaycanda da deyəsən bu yaxınlarda yayımlanmalıdır, ya yayımlanacaq. Azərbaycanda mən də hazırlamışam. Türklərdə var. Türklərdə onsuz da ən yaxşısı bir dənə 2 nəfər, bir 2 iş var, ikisi də eyni adamın işidir. Şarın uçduğu bir iş vardı, səhvim. Şarda uçur müxtəlif məkanlarda, mən onu gördüm. Türklərdə mənim gördüyüm 2 iş var ki, bir Önərin işləridir. Biri hamımızın bildiyi Ezelin klipidir. İkincidəki Sezen Aksu'nun son adam Sezen Aksu. Sezen Aksu sərçə idi orada Şardan çox, sərçə daha çox. Məsələn ikinci klipi də o idi, adam Sezen Aksu'ya klip işlədi. Bizdə də işləmək olar. Problem onda deyil. Bizdə hal-hazırdakı olan klip işləri onsuz da yaxşı deyil AI ilə. Bunu mənim özümün düzəltdiyi də daxildir. Normaldır mən düzəltdiyim deyə düşünürəm, amma yaxşı deyil. Yaxşı olmamanın səbəbləri birisi necədir? Biz baxırıq məsələn Önər işləyibdi Sezen Aksu'nun, baxırsan ki, komanda işləyib onu. Bir nəfər deyil. Yəni Önər var, amma onunla bir yerdə 6-7 nəfər AI ilə əlaqəli işləyir. Amma bizdə elə deyil axı. Bizdə mən işlədiyim klipi bir nəfər mən işləmişəm, bir nəfər də edit edib. Mən vermişəm hər şeyi. Başa düşdüm. Montaj edib verib. Yəni bununla onun olacağı bir deyil. Mən 2 həftəyə onu yetişdirənə qədər neçə gün yuxusuz qalmışam. Yuxusuzluğun da keyfiyyəti onsuz da ortaya çıxır. Düzdür. 6 nəfərlik mən bir büdcə olsa mən orada nələr yarada bilərəm? Sual. Bir də bizim o festivalda da biz gördük ki, xaricdən gələn kinoların, qısa filmlərin hamısında ən az 3 nəfərin əməyi var. Ən az 3 nəfər, 4 nəfər. Bir də bizə dönüb baxırsan, hamı tək hazırdır. Rəvan da tək hazırdır. Bizdə uşaqlar animasiyalar göndəriblər, hamısını tək hazırlayıb. Heç kim yəni 3 nəfərə hazırlamayıb da bunu. Orada baxırsan ki, əslində 3 nəfərə daha yaxşısını da çıxartmaq olar bəlkə də orada. Ya da biri vizual tərəflə məşğul olsun, biri səslə, biri musiqi ilə, biri bəlkə operator təhsili var, o kamera bucaqlarını müəyyənləşdirsin. Yəni onunla yana bizdəki işlərin biraz problemini mənim gördüyüm tərəfi odur ki, hamı tək işləyir. Yəni tək işləməyin səbəbi də şey deyil, yəni biz tək işləyəcəyik, tək bacarıq deyil. Heç bir iş elə bir büdcə vermiş ki, yəni heç bir iş mən elə bir büdcə vermiş ki, mən deyim ki, Rəvan bir yerdə işləyir. Yəni Rəvan elə büdcə verir ki, Rəvan orada tək işləyir, mən elə büdcə verir ki, mən tək işləyirəm. Yəni elə bir böyük büdcə olar, Rəvana deyək, məsələn biz 3 nəfər yığışaq, bir dənə çox babat bir şey ortaya çıxardı. Amma elə bir büdcə yox da biz də həll elə bilirlər ki, 1000 manat verəcək, hər şey eləyəcək. Bax sən paylaşımlar edirdin Instagram səhifəndə. Bu arada mən Ümidin Instagram səhifəsində videonun altında qeyd edəcəm. Keçib onun həm işlərindən tanış ola bilərsəm də, o təmadü olaraq storylər paylaşırdı, harda getdi, təlimdədir, harda onun tələbələrinə hazırladı. Yanılmıramsa bir məktəbdə idi, hardaydısa uşaqlara dərs deyirdin süni intellektlə bağlı. Mənim yadımdadır ki, biz uşaq vaxtı o ağqara Nokialar çıxanda biz onlardan nəsə orada oyun oynayırdıq, o Snake oyunu və s. nəsə elirdi, yazırdıq. Bizdən böyüklər o şəxsdəki onların pulu var idi bu telefonları almağa. Onlara qəribə gəlirdi ki, gələ bu
nəvəm ya oğlum nəsə buna eləsin. Biz özümüzü orada ayteşnik kimi hiss edirdik də, biz böyük iş gördük. İndi mənə maraqlıdır, sən uşaqlara dərs deyəndə nə görürsən? Yəni onlarda mı o qədər sürətlə adaptasiya olurlar bu yeniliyə, yoxsa necə? Ən azından mənim keçdiyim qrupda onu deyərdim ki, çox sürətli adaptasiya olub. Biz STEM mərkəzinin tələbələrinə keçdik. 9-12 yaşında uşaqlardır. Belə bir təklif gələndə mənə biraz tərəddüd oldu ki, onsuz da təhsil sahəsində varam. İndiyə kimi bəlkə 100-dən çox tələbəmiz olub. Çoxlu seminarlara getmişəm. Müəllimlə əlaqəli məndə hər şey okeydir. Çox yaxşı hər şeyi idarə edə bilirəm. Kütləyə görə dərs keçə bilirəm. Amma uşaqlar biz başqa mövzudur. Yəni bu mən 20 yaşındakına da dərs keçmişəm, 50 yaşındakına da. Mən o fərqi bilirəm. Amma mən 10 yaşındakına dərs keçməmişdim. O mən biraz tərəddüd elədi ki, çətin olardı. Yəni mövzunu göndərmək onlara. Onlara görə ayrı təqdimatlar hazırladım. Hər şeyi maksimum yumşaltdım ki, onlara başa düşəcəyi dildə. Uşaqlara dərs keçən belə. Müəllim depressivdən nə vaxt danışacaq uşaq müəllimi? Məsələn, hardan bilirsən depressivdən? Mən onu böyüklərə başlamıram ki, bunu istifadə eləməli. Yəni hamısı yoxlayıblar. Hamısı deyir, məsələn, biz 20 nəfər, 20 mi, 40 mı belə uşaq, 40 idi desən, 2 qrup 20 nəfər, hə. Demək hamısı da dərs keçir, hamı şəkil hazırlayıb. Biz onlara ev tapşırığı verdim, animasiyalar hazırladılar bir dəqiqə. Yəni animasiya belə deyim də 10 yaşında uşağın texnik bilgisi olmadan hazırladı animasiyaya baxanda. Ciddi məndə çox yaxşı. Və bunu 8 dərsi onlar eləyə bildilər. Onda mən onlarla paralel onların elə mentorlarına da dərs keçirdim. Yəni həm uşaqlara, həm müəllimlərinə. Uşaqların hal-hazırda elə bir dövrdədir. O dövrün içində də olublar. Onların məlumatı qəbul etməklə qəliz deyil. Bizə gəlib deyəndə məsələn 50 yaşında birinə süni intellekt baş salmağa çalışanda çox, amma 10 yaşında uşaq sən süni intellekt daha tez baş salarsan ki, nəinki 50 yaşında. Belə bir qeyri-adi bir şey var. Onlarla məncə onlar daha tez ayaq uydurmalıdır. Bu əslində bu Təhsil Nazirliyinin layihəsidir, çox mükəmməl bir şeydir. Düşünürəm ki, bu yaxın zamanda bütün məktəblərə yavaş-yavaş gəlməli olacaq bir şeydir. Çünki bu uşaqlar 5 il sonra məktəb qutaranda dünya fərqli yer olacaq və bunlar hazır deyillər ona. Yaxşı, səncə süni intellekt biznes sahəsində nələr qazandıracaq? Süni intellekt belə deyim də, hal-hazırda qazandırıbdı, qazandıracağı qoyduq kənara. Onda yəni top mən dünyanın gələcəyi əslində şeydən asılıdır da, yəni indiki gələcək. Dünyanın top 10 ən böyük şirkətinə baxsan, dünyanın gələcəyini təqrib edə bilirsən. Yəni orada baxsan ki, benzin, yəni petrol şirkəti yoxdur, geyim şirkəti yoxdur, ətir, qida şirkəti yoxdur. Hamısı texnologiyadır. Və axır vaxtlar baxırsan ki, AI-yə daha önəm verən, yəni süni intellektə daha önəm verən şirkətlər ön plana çıxır. Bunun ən böyük örnəyi məsələn Nvidia. Gəldi adamlar Amazonu, Apple-ı belə keçdi. İndi məsələn açıq dəyərləndirmələr hələ tam deyil deyə, məsələn o sıralarda biz digər süni intellekt modellərini görə bilmirik. Hələ onlarda biraz daha qapalıdır. Yəni 2-3 il içərisində mən belə deyim, dünyanın top 10 şirkəti arasında süni intellektlə əlaqəsi olmayan bir dənə şirkət belə olmayacaq. Yəni bu o deməkdir ki, süni intellekt artıq dövrüdür. O ayrı məsələ, amma yəni işinə də uyğunlaşdıra bilməyən adam qazanc əldə edə bilmir də. Yəni hal-hazırda elədir ki, çünki biz marketinq sahəsində işləyəndə məsələn bir AI yaxşı işləyən birin düzəltdiyi bir video məsələn komanda düzəldir onu 5 günə. Komanda düzəldir, tək nəfər düzəldir bir neçə saata. Təbii ki, orta dərəcəli bir işdən bəhs edirəm. Bunun özü də bir ciddi bir sürətdir, marketinq deyil. Yəni AI ilə işləyən biz şirkətlərə təlimlərə gedirik, orada yəni şey deyil, yəni marketinq sahəsi deyil. HR-ı da var, satış mütəxəssisi də var. Biz onlara düzgün necə istifadə etmək lazımını göstəririk. Ya adamların sürətli məlumatları analiz etməyindən ən əsas məsələ məncə məlumatı analiz etməkdir, yeni məlumat öyrənmə. 30-40 yaşından sonra birim yeni məlumat öyrənmə o qədər asan bir şey deyil. Yəni bunun ailəsi var, uşağı var, işi var, 100 dənə problem. Güclü nizam-intizam tələb edir. 100 dənə problemi var. Çox çətin məsələdir. Amma AI ilə onu biz sadələşdirmişik, onun metodlarını öyrədirik ki, sən yeni məlumatı necə tez qəbul edə bilərsən istədiyin kimi. Yəni AI-da təhsildə mən əməlli başlı dəyişiklik gözləyirəm. Səbəbi nədir? Çünki Azərbaycan deməyim, dünyada fərdləşmiş təhsil deyə bir şey adı var, özü yoxdur. Fərdləşmiş təhsil dediyimiz nədir? Mənim özümdən nəzərə götürüm. 20 nəfərlik qrup hamı gəlir, müəllim eyni templə danışır, eyni bir ortalama ilə. Amma o biri qəbul edə bilir, mən qəbul edə bilmirəm. 20 nəfər hamısı eyni dərəcədə məlumat qəbul eləmir. Biri mən bəlkə IQ-um aşağıdır da, mən sənin dediyin kimi başa düşmürəm.
Müəllim də tam aşağıdan danışmır ki, o biri də başa düşmür. Burada müəllimlik də günah yoxdur. Amma AI hal-hazırda elədir ki, fərdə özəl dərs sistemi. Biz onun mentorlarla keçəndə mənə çox müsbət feedbacklər verdilər ki, biz bunu dərslərdə istifadə etməyə başlamışıq və çox yaxşı geri dönüşlər alırıq. Yəni baxırsan ki, ciddi mənada təsir, yəni mənə görə ən dəyərli şey öyrənməkdir. Yəni məlumat. Öyrənməyi Sevmək hələ başqa bir şeydir. Öyrənməyi bacarmaq məsələsi də var da, biz öyrənmək deyir, birinci onu biləsən. Yəni məndə AI-dan sonra öyrənmək həyəcanlandırır hər şey. Yəni sahə fərq eləmir. Tək AI ilə əlaqəli araşdırma eləmirəm. Ürəyim hansı mövzunu istəyirsə, əvvəl düşünürdüm ki, çox vaxtım olar. İndi nə bir gün içərisində istədiyiniz mövzuda danışa biləcək qədər öyrənə bilirəm çox yaxşı. Bir də belə bir sorğu sən yönləndirə bilirsən də, deyək ki, sən soruşa bilirsən ki, məsələn ChatGPT-dən və ya da digər platformada deyə bilərsən ki, bunu mənə 10 yaşında uşağın anlaya biləcəyi dildə izah et. O bayaq dediyim məsələ burada fərdləşmiş təhsildir də. Tutaq ki, kimsə bunu 11-ci sinif uşağı kimi başa düşür, kimsə də 10 yaşlı uşaq kimi. Yəni belə deyim də, yəni mən uşaq vaxt deməyim, gənc vaxtımıza düşür də. Kuantum fizikası haqqında marağım var ya da qara dili haqqında məlumat almaq istəyirsən. Amma mən o məlumatı qəbul edə bilmirəm. Çünki mənim arxa fonumda elə bir data yoxdur ki, mən onu qəbul edəm, məlumatım yoxdur. Amma indi mən onlar haqqında bütün istədiyim şeyi öyrənə bilirəm. Əladır. Yəni bu əslində belə deyim də, biz o kinolarda baxırdıq, beyni limitsiz eləyir, bir hap atırsan, bir dərman atsan limitsiz eləyir. Əslində AI düzgün istifadə edəndə limitləri və elə kənara çıxırsan ki, sonra görürsən ki, əslində özünü limitdən elə ciddən də özünü imişsən. Sənin beynin yoxsa çox yaxşı işləyə bilir. Eyni anda 3 işi görə bilir. Yəni mən əvvəl bir işi görmək üçün biz necə sakitçilik, mahnı asxodda, yəni mən odaqlanmalıyam, mən işləməliyəm. İndi mən kinoya baxıram, oyun oynayıram, buradan iş görürəm. Üçün də eyni vaxt edirəm, üçü də qaydasında gedir və həyatımdan da məmnunam. Beynimi çox başqa bir halda salıbdı, amma olduğu halından çox xoşbəxtəm. Yaxşı, bəs səncə bu süni intellektin etik sərhədləri harda başlamalıdır, harda bitməlidir? Bununla bağlı sənin şəxsi mülahizələrin var? Əslində belə deyək, etik süni intellekt mənim dərslərdə ən çox önəm verdiyim mövzulardan biridir. Hara getsəm onun haqqında maksimum dərəcədə danışmağa çalışıram ki, etik süni intellekt dediyimiz əslində bizim özümüzdə başlayır. Bu bir, yəni bu biz qanun çərçivəsi hal-hazırda yoxdur deyə əməl eləməyək. Okay. Çünki hər adamın şəklini hazırlayıb, səsini kopyalayıb, videosunu hazırlayıb, hər şey eləmək olar. Bunun özü belə eləmək üçün gərək qanun olsun, bunu eləməyək. Yəni bunu biz başa düşürük ki, yəni insan olar. Bunu eləməmək lazımdır. Ki ən həssas ən əsəb olduğum şeylərdən biri biz bunu bizim Azərbaycan məsələn 27 sentyabr 8 noyabrda biz gördük. Şəhidlərin videoları. Hazırlayırlar şəhidlərin videosu, buludun üstündə yerdən qalxdı, oradan gəldi. Yəni nə var nə orada videosu 100.000 izlənmə alacaq deyə hər şey eləyirlər. Və ya özü danışır, şəhid olmuş şəxs özü danışır. Yəni mən baxıram, mən deyirəm ki, bir-iki dəfə mən indi yox da keçən il hətta. Keçən il onu bir nəfər başlatmışdı. Mən bir də görürəm, mən tanışdan mən video, sən də düzəltdə belə video. Baxırsan video 300-500 min izlənmə var keçən il hələ bu il. Yəni o heç kim düzəltmirdi o. Deyirəm, mən istəmirəm də, mən belə şeylər düzəldə bilmərəm. Düzəldə bilmərəm, düzəltsəm bilirəm. İndi də düzəltsəm bilirəm 300-500 min izlənəcək. Amma etik deyil, axı bu düzgün deyil. Yəni onu keçdim, tək burada şəhid mövzusu deyil. Sən düzəldirsən ki, Cristiano Ronaldo sən kafendə oturub çay içir. Bu da etik deyil. Çünki üzündən istifadə edirsən. Ya da kiminsə səsinə klonlayırsan, kiminsə nəyinsə klonlayırsan. Yəni bu tip şeylər əslində AI-ya nifrət yaradan şeylərdən biridir. Amma bunun qarşısını almaq olmur da. Ya, bu olacaqdır. Hal-hazırda yoxdur. Hə, mən də onu fikir. İndi elə bir ki, biraz aç buraxdı. Bunun hardasa bir qanunvericilik bazası olmalıdır ki, onlar sabah nəsə tətbiq eləsinlər. Nə də YouTube müəllif hüquqlarını tətbiq etmir. Artıq o sima harda istifadə olundusa, avtomatik bloklansın. Yes. Amma belə bir şey var ki, mən əslində qanundan əlaqəli gecikməni mən belə başa düşə bilirəm ki, bizdə normalda bu arada Azərbaycanla əlaqəli deyil. İnsanlar düşünə bilər ki, Azərbaycanda süni intellektlə əlaqə qanunu yoxdur. Dünyada yoxdur. Ən inkişaf eləmiş Avropasıdır, yoxdur, Amerikasıdır, yoxdur, heç yerdə yoxdur hal-hazırda. Bunun üzərinə danışıqlar gedir ki, tənzimləmələr nələr ola bilər. Çünki elə bir mövzudur ki, bilmirlər nəyi qadağan eləsinlər, nəyi eləməsinlər. Çərçivə amma mənim fikrimcə mütləqdir. Çərçivəsi süni intellekt heç düzgün bir şey deyil. Əlavə olaraq da belə bir şey var ki, biz həyatımız boyu bir şeyin həyatımıza girməyi uzun müddət vaxt alır. İnternetin yayılmağı olsun, kompüterin evlərə girməyi olsun, televizorun yayılmağı olsun, rəngli ekranın yayılması olsun. Bunlar bir 10 il, 20 il bir vaxt alan
prosesdir. Amma AI-da elə olmadı da. Süni intellekt 3 il ərzində elə hala gəldi ki, dövlətin, yəni dövlət demində dünyanın da qanun qoymağı şey deyil də. Məsələn, mən onu fikirləşirəm ki, məsələn, bizdə təhsildə niyə süni intellekti əlavə eləmirlər? Sonra belə oturub fikirləşirəm ki, yəni təhsildə süni intellekti əlavə eləmək üçün üstündə nə qədər iş etməlidir ki, nə qədər analizlər olmalıdır, necə eləyək. O iş gedəndə də süni intellekt yenə də inkişaf edəcək. Bu problem bundadır da, süni intellekt bizi tezləşdirməyə çalışır. Hər şeyi tez eləyək. Amma tez də eləmək olmur. Müəyyən qədər araşdırma olur. Bir də dövlət səviyyəsində bir şey şəxs deyil ki, bu da eləyək. Əslində ondan əlaqəli bir Amerikan ştatlarının hansındasa var ki, tanınmış şəxslərin üzvlərini hazırlama olmur. Daxili olaraq onlar ştat daxili elə bir qanun qəbul ediblər. Baxanda süni intellektin müəyyən qədər çərçivələri var. Amma əvvəl daha çox idi. İndi o çərçivələri qaldırıblar. Əvvəl tanınmış şəxsləri hazırlamaq olmur. Yəni əvvəl dediyim keçən il hazırlama olmurdu. Amma bu il hamısını hazırlamaq olur. Süni intellektlə bağlı mən görürəm ki, təlimlər keçirsən də tez-tez. Və indi də biz danışdıq ki, təhsilə bunu daxil etməkdə nə qədər araşdırma falan vaxt gedir, süni intellektdə yenilənir. Sən öz dərslərində bunu nə cür tənzimləməyə çalışırsan? Tutaq ki, sən bir 3 ay əvvəl təlim keçirdin, indi yeni təlimin olacaq. Dünən, sırağa gün artıq yeni alətlər çıxıb, yeni təqdimatlar olub. Sən nətər çatdırırsan bunu, nətər adaptasiya edirsən? Siz elə deyilsiniz, elə 3 ay sonrasını danışırsınız. Keçən dəfə dərsdəyik. Deməli mən də telefonla oynamıram, məcbur. Bir yeganə dərsdir ki, xəbərlərə baxmıram. Dərsdə danışırıq, indi Gemini 3 çıxacaq, belə olacaq. Biz də danışırıq ki, xəbər yəni bütün dünya gözləyir ki, çıxsın. Dərsdə çıxdıq, araya gəldi, dedim, çıxıbdı. Dərsdə onu danışırıq. Bu bizim 2-ci gün olan dərsimiz. Dünənki dərsdə 4-cü gün olan dərsimizdə çıxmışıq yenə mən də bir həftə, 2 həftədə uşaqlarla danışıram ki, Nanobanana 2 gələcək. Ya proje 2 deyildik də biz ona. Nanobanana 2 gələcək. Hər yerdə dəli kimi gözləyirəm. Dünən dərsdə araya çıxdıq, gəldi, dedim, uşaqlar, Nanobanana pro gəlibdi. Onun üstünə notebook eləmə çox əsas bir güncəlləmə gəlibdi. Dərsdə hamısı bizdə çox güncəl keçir. Bir də bizdə indi yenidən bir ümumi qrup yaradacaq. Mən də xəbər olanda bütün qruplarımı atıram. Deyirəm, bu yenilik gəlib test eləyən, bunu eləyən. İndi biz tələbələrlə ümumi bir qrup yaradırıq ki, bütün indiyə qədər olmuş tələbələrimi əlavə edəcəm içinə. Bütün xəbərlərimi onlara paylaşsam. Yəni çünki məndə ən pis ehtimalla yenilikdən 1 saat, ən gec olanda 1 saat sonra xəbərim olur, ən gec. Amma bəzi şeylər var ki, 3-5 dəqiqə içində xəbərim olur. Yəni ona görə çox aktiv istifadə etməyə başladım. Hətta istifadə etməklə də qalmıram. Xəbəri görürəm, anında da test eləməliyəm ki, mən bunu sabah dərsdə keçəcəm. Nə yenilik var, necə var. Amma bu şeylə əlaqəlidir. Mən deyərdim ki, müəllimlik zoraki bir sənət deyil. Sevmədən eləyə bilməzsən bu sənədi. Yəni xoş deyil. Çünki hamı deyir, "Yürüsən 10 nəfər, hamı ayrı-ayrı suallar və mən 20 nəfərə də dərs keçmişəm. Hamı fərqli-fərqli. Sən nətər çatdırırsan?" Mən elə vaxt olub ki, bir həftə ərzində 4 qrupa dərs keçirdim bir həftə. 8 dərs. 7 günümüz var, mən 8 gün dərsdəyəm də elə. Həftədə 2 dəfə zət dərs keçirdim belə-belə. Deyirlər nətər çatdırsan? Deyirəm, bir sevirəm işimi. Müəllimliyi mən çox sevirəm. Bəlkə də o valideynlərimdən gəlməm, amma onda müəllim olub. Atam da, babam da, nənəm də. Müəllimliyi mənim öyrətmək çox sevirəm. Və əlavə olaraq da mən oradan zövq alıram. Onlar mənə sual verməyəndə mən onlara zorla deyirəm ki, sual verin. Sən necə sualın olmaya bilər də? Mövzu çətin mövzudur. Bir də gördüyüm qədərlə ya hər şeyi bilirsən, ya heç nə bilmirsən də, belə deyirlər. Yəni ya mən çox yaxşı, ya da mən çox bizəm də. Burada tək bir şey var. Bir də uşaqlardan aldığım feedbacklər, bilmirəm, üzümə elə deyirlər nədir. Çox müsbət feedbacklər alıram. Ümumi olaraq mənə gələn, mən sosial mediada indi biz Genium deyə bir təhsil mərkəzi, təlim mərkəzi deyə qurmağa başlamışıq. 1 ayda hələ qurmuşuq. Qurma səbəbimiz də öz əlimiz öz başımıza olsun deyə, rahat olaq deyə. Yəni paylaşımlarınız bu arada demək olar ki, hər gün bayaq da telefon açdım, çıxdı qarşıma, orada məlumat verirdi. Yəni indi ona başlamışıq. Məsələn, mövzunu hardan açdım, qopdum mövzudan. Dərsləri keçəndə bizə gələn qrupların çoxu, mənim indiyə kimi gələn qruplarımın hamısı, gələn uşaq hamısı referansdan gəliblər. Kimsə öz dostuna deyib, o yazıb ki, salam müəllim, mən filan kəsin dostuyam sizi. Hamısı belə qulaqdan qulağa gəlir. Yəni mən marketinq sahəsində olan biri olaraq da deyə bilərəm ki, mənim düşüncəm, qulaqdan qulağa ən güclü marketinq strategiyasıdır. Ona görə düşünürəm ki, yəqin ki, uğurlu gedir ki, bir şeylər, uşaqlar elə seçirlər. Əvvəl baxanda gördüm çox seçim haqqları yoxdur. Usta məndən başqa kimi seçəcəklər. Amma indi baxıram ki, bir neçə yerlər var, verməyə başlayıb və mənim üçün şey olaraq baxmıram. Mənim üçün sevindirici bir şeydir. Bir sahə inkişaf eləyəcəksə, onun ən bəsit heç nə bilməyən adam da təlim verməlidir. Ən yaxşı bilən adam da təlim verməlidir. Bu kateqorilər çoxalmalıdır ki, yaxşılar həmişə ayaqda qala bilsin.
Bax mən belə bir şey düşünürdüm bayaq. Deyək ki, o kateqoriyalar çoxaldı və nəsə öyrədən, məzmun hazırlayan şəxslərin bir 90 deməyim 70% artıq bunu hazırlaya bilir. Bu artıq onun hazırlanma dəyərini aşağı salacaq da avtomatik. Belə olan vəziyyətdə səncə kimlər ön plana çıxacaq? Mən həmişə önəm verdim. Əslində bunu biz festivalda onda rəvan dedim. Mənim də ən çox önəm verdiyim şey oldu ki, mən izləmə üzrə heç vaxt özüm üçün video hazırlamıram. Mən nəyin izlənəcəyini yaxşı bilirəm. Onsuz marketinq sahəsində mənim işim budur. Mən video paylaşanda izlənəcək, izlənməyəcək qabaqdan bilə bilirəm. Hansı videonu açsam da izlənəcək, izlənməyəcək bilə bilirəm. Amma mənim bəsit videolar heç vaxt düzəltməmişəm və mənə yazanda da həmişə iş təklifi gələndə məsələn bizim bir layihəmiz var, eləyə bilərsən. Hə, mən birbaşa deyirəm ki, mən baha işləyirəm, xəbəriniz olsun. Çünki necə onu? Deyirəm, yəni gəlin bazarı araşdırın. Bəlkə də məndən çox deyən adam tapmayasınız. Uyğunsa işləyək. Amma bəziləri də görsən ki, sırf sənin adına görə gəlib səndən işləyirlər. Amma sən belə deyim, hamı üçün deyil təbii ki. Sən otur bu 20-50 manata işlər çox gördükcə, sənin üçün ciddi iş onda heç kim gəlib sənin qapını döyməz. Çünki sənin dəyərin 50 manatdır. Marketinqdə müəllim üçün də bu keçərlidir. Hər bir sahə üçün mənim üçün belədir. Hamı insanları qiymət olaraq ayırır. Bu 20 manatlıq müəllimdir. Biz uşaq vaxtı hazır. O 100 manatlıq müəllimi yanına ingilis dilinə gedir. Hamı dəyəri qiymətlə ölçür. Ən azından bizim ölkədə belədir. Başqa ölkədə də çox ehtimal ki belədir. Ona görə mən uşaqlara deyəndə biz dərsdə bir dərsimi ayırıram. Mən silabusa yazmamışam, heç nə yazmamışam. Uşaqlar demirəm, dərsə başında deyirəm ki, bugünkü dərsimiz məsələn hansı kontentləri yarada bilərsiniz, nə vaxt paylaşa bilərsiniz, necə izləmə ala bilərsiniz, özünüzü necə inkişaf elətdirə bilərsiniz. Onunla əlaqəli otururam 1 saat, 2 saat söhbət eləyirik müəllimə. Orada dediyim şeylərdən biri olur ki, sizi eləyən qəbul elədikləriniz deyil. Ciddi mənada mən onun şahidi oldum ki, rədd elədiyiniz təkliflər olacaq ki. Çünki mən bəzilərinə deyirəm, bəlkə də absurd, yalan dediyimi düşünürlər. Mən elə vaxt olub ki, bir gün 50-60 dənə iş təklifi gəlib, 50-60 dənə hamı bu videonu düzəldə bilər. Mən onlardan maksimum birini götürmüşəm ya da ikisini götürmüşəm. Bu görməmiş deyil, 60-ını da götürə bilərdim, amma 60-ını götürsəm mən indi bilirəm ki, burada olmazdı. Onlarla biraz özlərinə dəyər versinlər, hər işə qaçmasınlar. İlk vaxtlar portfolio üçün, bütün sahələr üçün okey işlərində. Amma məndə biraz keyfiyyətsiz işləri işləməməyə çalışıram ki, həm orada adım da var. Yəni bu bütün sahələr üçün elədir. Bir rejissor nə qədər pul versəm, o kino mən çəkmərəm də, o deyil. Məndə də elədir. Mən ada çox önəm verəm bir insana. Bütün keçdiyim kursda da, gördüyüm işdə də maksimum dərəcədə orada adım hallarını da yaxşı eləməyə çalışıram. Əcəb eləsə məncə düzgün yanaşmadır. Bax, bizdə nəsə tədris eləyən, nəsə öyrədən şəxslər gələndə mən bu təklif eləyirəm, sənə də bu təklif eləyim. İstəsən ona uyğun bizi izləyib dinləyənlərə bir şey təklif eləyərsən. Təklif bundan ibarətdir ki, adətən nəsə tədris eləyən şəxslərə mən deyirəm ki, podkast kimi adam promo kodu ilə hər hansısa bir öz təlimlərinizə endirim təklif edin. Onun faizini artıq insan özü seçə bilər. Sənə də bu təklif edirəm. Podkast kimi adam promo kodu ilə bizi izləyib dinləyənlərə süni intellektlə məzmun hazırlanma üzrə təlimlər keçirsən də sən hansı faizdə endirim verə bilərsən və bu hansı müddətdə keçərli olacaq? Məsələn, biz bunu üzr istəyirəm, biz bunu noyabrın sonlarına yaxın çəkirik də bu podkastı. Bu bir müddət sonra yayımlanacaq. Ona görə sən bir vaxt da məhdudlaşdır ki, falan vaxta qədər podkast kimi adam promo kodu ilə yaxınlaşsaz falan faiz endirim olur. Yəni bizdə marketinq sahəsindən promo kodun minimal müddəti bir 3 ay olmalıdır ki, insanlar onu bir dəyərləndirə bilsin. 3 aylıq verə bilərik, 10% endirim eləyə bilərik ki, gələnlər hər kəsə. Əlavə olaraq yəni bizdə belə bir şey var ki, bizim sınaq dərslərimiz olur və ya biri yazıb bizə deyə bilər ki, mən gəlib dərsinizdə oturmaq istəyirəm. Biz o şeyləri açıq. Neçə dərs otura bilirsən o dərs? Bir dərs? Sınaq dərsi bir dərsdir. İkinci sınaq olmur. İş öyrənir, işə yazır. Hə, sınaq dərslərimiz olur gələ bilər ya da mənə yazırlar, mən deyirəm ki, dəvət edirəm ki, məsələn, mənə qabaqdan xəbər elə, mən gündə həyəm, gəlin dərsdə oturun. Yəni spontane. İstədiyiniz vaxt gəlin oturun, baxın, müəllimi tanıyın. Çünki mövzu elə mövzudur ki, mövzu yaxşı ola bilər, müəllim pis ola bilər. Mən deyirəm gəlin tanıyın. Mən o şeylərə çox açıq bilirəm. Gəlin biz indi təlim mərkəzi açmışıq. Gəlin orayla da tanış olun, çayımızı, kofemizi için. Yəni biz yeniliklərə açıq və maksimum dərəcədə biz tələbə odaqlı getmək istəyirik ki, bizdə bəlkə də nə bilim, tələbəlikdən mən yaşamışam, Türkiyədə olmuşam deyə yaxşı yaşamışam belə. Azərbaycanlılar qarşısında çox yaxşı yaşamışam.
Burada o şeyi görürük ki, biraz tələbələrə maksimum dərəcədə önəm vermək lazımdır. Biz həmişə sözdə deyirik bizim gələcəyimizdir. Amma elə ancaq sözdə. Bu realda da belədir. Hə, realda belə olsa yaxşı olar. Burada bizdə tələbələr ancaq gənclər deyil, yəni çoxu məndən yaşda böyük adamlardır. Prosta mən onu deyim ki, bizdə mən təlim istiqamətini belə keçirəm ki, mənim təlimimə sadəcə video və dizayn sahəsindən insanlar gəlmir. Bunun səbəbi nədir? Mən sadəcə orada şəkil və video yaratmağı öyrətmirəm. Mən şəkil və videonu yaratmağı öyrədənə qədər ən az 6 dərslik mənim dərs keçirəm. 6 dərs. Mən məsələn videoqraf gəlir, dərsə deyir ki, biz videola hava hazırlamır. Deyirəm, vaxtı var da. Mən sənə şilabı söyləmişəm, baxmısan. 6 dərs deyir, yox bu mənə aid deyil. Deyirəm, əslində bu sənə aid deyil. Prosta indi hiss eləmirsən. Bunu videoya keçəndə deyirsən ki, bünövrəvi möhkəmləndiririk. Bünövrə möhkəmlənmədən eləyə bilmirsən. Çünki mən onu necə edirəm? Mən bunu 6 dərsə çıxartma səbəbim nədir? Mən əvvəl bunu başlamışdım 3-4 dərslə. Qaldırdım 5-ə, 6-ya. Bu günümüz keçdikcə də bu çoxalacaq, azalacaq bir şeydir. 16 dərslik olur bizim dərsimiz 2 aylıq. Onu mən 6 dərsdən sırf yazı üzərinə keçirəm. Yəni text dediyimizdə, yəni ChatGPT, Gemini, Cloud, nə bilim promptlar, iləri dərəcədə promptlar, nə bilim kodsuz botlar, işimizə uyğun botlar da. Bot deyəndə hamı elə başa düşür ki, elə bir ancaq maliyyə botu yaradır. Yox, videoqrafsan sən özünə də bot yarada bilərsən, fotoqrafsan sən də yarada bilərsən. Sənin işini sürətləndirir. Əsas məsələ odur. Mən onu elə keçəcəm. Bunun da praktikalar əsasını gəldim bura çıxdım ki, mən gördüm ki, uşaqlar irəliləyir, ilərdə problem yaşayır. O ilərdəki problem 13-cü dərsdə yaşadı, 14-cü dərsdə yaşadığı problem əslində 4-cü dərsdə olan şeyin problemidir. Onlar fərqinə varmır, amma indi dərsi keçən, analiz edən biri olaraq görürəm ki, çünki bugünkü dünyada, bugünkü dövrdə şəkil, video yaratmaq okey, gözəl şeylərdir, amma bunun 70% bunun yazı hissəsidir. 60-70%. Yəni şey kimi düşünün də, videonu, ssenarionun yazılmağı məncə videonun onun çəkilməyindən daha çox vaxt alır. Bəli. Əslində bu 70% tekst dediyimiz hissə onun ssenariyo hissəsidir ki, bütün planlamalar orada gedir, bütün səhnələr orada qurulur. Birinci səhnə, 2, 3, kino kimidir də, bir kinonun arxa fonda necəsə burada da elə. Mən də onu insanlara öyrətməyə çalışıram ki, həm süni intellekt sadəcə şəkil video yaratmaq üçün deyil. Mən elə baxanlar, elə yanaşanlara da düzgün baxmıram. Süni intellekt yeni nəsə öyrənmək üçün mükəmməl bir alətdir. Bunu bacarmalı. Yəni bu aləti işlətməyi insan gərək öyrənsin. Yəni biz orada elə keçirik ki, dərsdə mənə eyni anda videoqraf da var, marketinq mütəxəssisi də var. Yəni ikisi də eyni dərs alır və ikisi də okeydirlər. Normalda amma bu video yaratmalıdır. Bu da reklam strategiyaları haqqında plan hazırlamalıdır. Bizdə çünki məndə dərsdə deyim hamısı videoqrafda deyil. Bir dənə videoqrafımız var, 2 dənə hal-hazırdakı qrupumuzda. Sosial media menecerləri var, mobiloqraflar var, sonra marketinq mütəxəssisləri var. Hətta bizim o biri qrupda Mədəniyyət Nazirliyinin layihəsində keçdiyimiz AI for Art qrupu çox rəngarəng idi. Dizayner var, motion dizayner var, ssenarist var, bağça müəllimi var, jurnalist var. Nə bilim Mədəniyyət Nazirliyində hər hansı bir yerdə işləyən bir işçi var. Çox fərqli idi. Bu hamı baxır, hamı bir çatı altında demək olar birləşdirir. Ondan da çox hamının öyrənəcəyi bir şey var orada. Sənin dediklərin mənə bir də o fikir gətirdi ki, o söz var, deyir, düzgün sual verə bilmək cavabın 50%-dir. Əslində o dediyin o yazı hissəsi də burada promptla da sən tapşırıq verirsən. O hissəni möhkəmləndirmək həqiqətən çox önəmlidir və o sözə gəlir ki, düzgün sual vermək, burada isə düzgün tapşırıq verə bilmək işin 50%-dir, bəlkə də daha artıqıdır. Biz dərsdə belə bir şey keçir ki, süni intellekt verdiyin sual qədər ağıllıdır. Hə. Yəni sən nə qədər yaxşı sual versən, o qədər ağıllıdır. Çünki şey kimi deyirəm də düşünün. Sizin verdiyiniz məlumatların hamısı, bu ChatGPT olar, Gemini olar, Cloud olar, fərqli. Orada var. Sən o sualın cavabını alamırsansa, problem orada deyil. Yəni bizdədir. Biz onu istifadə edirik. Onun bütün informasiya zaten çıxışı var. Sən oradan nəyi istəyə biləcəksən, odur. Bu problem budur. Çünki şey kimi düşünün. 20 bir şünöt çıxanda elə 1000 çeşid tort var, desən mənə tort ver. Yəni konkretləşdir. Tortun necə olsun, şirin, dur, böyüyü, neçədən fərqli çox şey var da, belə açıla ki. Sonra özün görsən ki, ciddən də mən düzgün şey deməmişəm. Yəni süni intellektin hal-hazırdakı vəziyyətdə bizdən məlumatı qəbul edəndə uşaqdır, bizə məlumatı verəndə bir professordur. Belə bir fərq var. Bunu biz başa düşəndə süni intellekt bizim üçün daha rahat hala gəlir. Deməli dostlar, bir daha da təsdiqlədək. Podkast kimi adam promokodu ilə bu podkast yayıma çıxandan sonra 3 ay ərzində insanlar başvuru eləsələr sənin təlimlər və 10% endirmə əldə edəcəklər. Bəli, təsdiqləyək. Təsdiqlədik.
Belə Ümid çox sağ ol gəldiyinə görə, vaxt ayırdığına görə. Mənim üçün çox xoş idi. Mənim üçün də çox dəyərli idi. Mən hələ də sən Ayaz süni intellektlə bağlı Beynəlxalq Film Festivalında keçdiyin master-klassın təsirindəyəm. Onun təəssüratı qaldı və mən düşündüm ki, bunun gərək biz vaxtın nətərsə daha çox eləyəydik. Baxmayaraq ki, 1-2 saata yaxın oldu da desəm master-klassa. 2 saata yaxın oldu. Nə deyə bilərik? Prinsipcə danışdıq. Daha çoxunu mən düşünürəm ki, sənin dərslərində kimsə qoşulmaq istəsə öyrənə bilər, amma sonda istəyirəm ki, insanlara ümumi bir nəsə bir çağırış etmək istəyirsənsə bu süni intellektlə bağlı, onu deyəsən və bundan tamamlayaq. Əslində mən belə bir şey deyim. Mən burada tam rahatlıqla deyə bilərəm ki, kommersial bir məqsədlə demirəm. Bu mən ola bilər, özü ola bilər. Məsələn, başqa bir adam ola bilər. Süni intellekti mənim özüm öyrənmişəm. Mən heç kim öyrətməyibdi. Amma mənim öyrənməyim üçün çox ciddi vaxt sərf etmişəm və o vaxt bu qədər süni intellekt platforması yox idi. Bunu ya məndən, ya başqasından, ya özünüz amma öyrənin. Öyrənməsəz çünki biz necə bir sahə öyrənmisiniz və elə bilirsiniz ki, bu davamlı olacaq. Süni intellekt hamını sıfırlaşdırdı. Bu dəqiqə hamı sıfırdan başlayır. 10 ilin mütəxəssisdə sıfırdan başlayır, 3 ilin mütəxəssisdə sıfırdan başlayır. Deyir indi kartlar dağıdıldı, indi yenidən oyun başlayır. İndi başlayan adamlar, yəni 3 il sonra 10 illə təcrübəli adamdan daha üstün yerlərə gələcəkdir. Bu yeni başlayanlar üçün çox mükəmməl fürsətdir. Orta və üst vəzifədə işləyənlər üçün, yəni o middle və senior olanlar üçün biraz daha sıxıntılı bir mövzudur belə deyim. Onlarla mən tövsiyə edirəm ki, maksimum dərəcədə araşdırsınlar, öyrənsinlər və süni intellektdən axtarış brauzeri kimi istifadə eləməsinlər. Bu Google deyil. Çünki hamı bizdə search məntiqi ilə istifadə edir. Sualın cavabını. Düzgün deyil də onu istifadə edəndə, yəni bizim əlimizə bir dəyərli bir şey veriblər. Biz elə bir çox bəsit şeydə işlədik. Başa düşmürük, bilmirik. Onlarla öyrənin çünki hələ gec deyil demirəm. Artıq gec olmağa başlayıbdı. Çünki iş yerləri də istəyir bunu, hər yer istəyir, yəni iş yerləri punkt olaraq o. Yəni onlarla çox gecikmədən ən azından başlamaq lazımdır ki, nəbzi tutasınız, onun sizə qatdığı dəyəri görəndən sonra onsuz da uzaqlaşamayasınız. Çox sağ ol. Dostlar, mən bir qeyd etmək istəyirəm ki, bilmirəm kimlər bunun fərqində deyil, amma mən əminliklə bunu deyə bilərəm ki, bu günləri sizə çox dəyərli bir məlumat verdik və bu sahədə başa çıxan bir çox dəyərli mütəxəssislə bu məlumatı verdik. Çalışın gecikməyin. Mən də bunu vurğulamaq istəyirəm, çünki çox sürətli inkişaf edir hər şey. Yəni sizin gələcək karyeranız, gəlirliliyiniz, həyatınız o mənada ki, yəni gəlirlilik baxımından da, ixtisas baxımından çox şey sual altına düşə bilər. Ona görə çalışın bu fürsəti itirməyin, vaxtında öyrənin. Yəni burada fərqi yoxdur da, ya olsun Ümidin dərslərində, başqasının dərsində və yaxud da eləyə bilirsinizsə, nizamınız varsa, özünüz öyrənin. Amma əlbəttə ki, həmişə təlimçi ilə bir şey, mütəxəssis ilə o yolu daha sürətli keçmək mümkün olur da. Bunu mən müxtəlif təlimlərdə özüm görmüşəm. Belə bizi sosial media hesablarımızdan izləyə bilərsiniz. Onlar keçid videonun altındadır. Bizə Coffee platforması üzərindən iyanələr edərək dəstək ola bilərsiniz və bu kanal ilk dəfəsində qarşınıza çıxıbsa, sizə abunə olmağı təklif edirəm və bildirişləri də aktiv edin. Kanalımızda 100-dən artıq müxtəlif mövzularda podkastlar var. Onları da dinləyin. Əminəm ki, oradan sizin üçün nəsə faydalı bir şey olacaq. Və sonda həmişəki kimi çalışın sağlam və xoşbəxt olasınız. Hələlik.